IELTS imtahanı dekabr ayında daha çətin olur. Nəzərə alsaq ki, qarşıdan dekabr ayı gəlir və mənim də tələbələrim daxil olmaqla çoxlu tələbə bu ayda imtahan verəcək. Gəlin baxaq bu iddia doğrudurmu? Bu fikrin arxasındakı əsas arqument budur ki, dekabr ayında müraciətlərin deadline-ları yaxınlaşır və çoxlu tələbə imtahan verir. Ona görə də IELTS imtahanın çətinlik dərəcəsini bilərəkdən artırır ki, tələbələr daha aşağı bal yığsınlar. İndi isə gəlin məsələyə IELTS tərəfdən baxaq. IELTS ingilis dili səviyyəsini ölçən onlarla imtahan sistemindən yalnız biridir. Biz daha az populyar olan TOEFL, Duolingo kimi imtahan növlərinin adını eşitmişik, digərlərinin adını isə ümumiyyətlə heç eşitməmişik. IELTS-in bu qədər populyar olmasının səbəbi universitetlərin, iş yerlərinin, miqrasiya qurumlarının bu imtahanın nəticələrinə etibar etməsidir. IELTS bir biznes olaraq uğurlu şəkildə davam etmək üçün bu etibarlılığı qorumaq marağındadır. Bunu da təmin etmək üçün imtahanların çətinlik dərəcəsi bir-birinə maksimum yaxın olmalıdır. Əgər keçirilən imtahanların çətinlik dərəcəsi aydan aya, ildən ilə dəyişərsə, IELTS sürətlə bu etibarlılığı və populyarlığı itirər. Ona görə də əmin olun ki, IELTS-ın sırf dekabr ayında daha çətin olması tamamilə əsassız bir iddiadır, narahat olmağa dəyməz. Öz şəxsi təcrübəmdən də danışsam, mənim imtahanlarımın çoxu dekabr ayında olub, xüsusi bir çətinlik hiss eləməmişəm. Tələbələrimin də böyük əksəriyyəti bu ayda imtahan verib və kifayət qədər yüksək nəticələrimiz olub. Sonda başda öz tələbələrim olmaqla bu ayda imtahan verəcək bütün tələbələrə uğurlar arzu edirəm və sizin də belə dostunuz, tanışınız varsa, bu videonu ona göndərin, uğurlar arzu edin və deyin ki, narahat olmasın.